Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün xəmirin nazik, pambıq kimi yumuşaq pizzanın hazırlama qaydasını paylaşacağım. Qabın içərisinə 200 ml stəkanla 3 stəkan un tökürəm. Apara üçün ayrıca qaba 1 yemək qaşığı quru maya, yarım yemək qaşığı şəkər tozu, eləcə də biraz ilıq su əlavə edib qarışdırıram. Onun üzərinə 1 çay qaşığı duz tökürəm. Qarışdırdığım mayanı əlavə edirəm. Təxmini 2 yemək qaşığı duru yağ tökdüm. Daha sonra isə suyun qalan hissəsini az-az əlavə edib xəmir yoğururam. Bu xəmirdən 2 ədəd böyük ölçülü pizza alınır. Belə bir yumuşaq xəmir olur. Xəmirin üzərini örtüb bir kənara qoyuram ki, özünə gəlsin. Artıq xəmir özünə gəlib, üzərindəki salfan torbanı götürürəm. Pizza üçün lazım olan ərzaqları dəzgahın üzərinə hazırlayıb qoymuşam. Xəmiri 2 bərabər hissəyə bölüb kündələyirəm. Soba listini əvvəlcədən duru yağla yağlayıram və xəmiri soba listinin içərisinə yerləşdirirəm. Daha sonra xəmiri tavanın kənarlarına qədər yayıram. Bu qayda ilə yaydıqdan sonra üzərinə pomidor sosu əlavə etdim. Pomidor sosunu ketçupla da əvəz etmək olar. Hər tərəfinə gələcək şəkildə pomidor sosunu yayıram. Üzərinə pomidorları yığıram. Zövqə görə zeytun, göbələk də istifadə etmək olar. Daha sonra biberləri tökürəm. Qırmızı, eləcə də yaşıl biberdən istifadə etdim. Sonda isə doğradığım sosiskaları əlavə edirəm. Rəndədən keçirdiyim Holland pendirini də ərzaqların üzərinə hər tərəfinə gələcək şəkildə tökürəm. Daha sonra pizzanı əvvəlcədən qızdırılmış 250 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Artıq mənim pizzam pişib hazırdır. Soymasını gözləmədən isti-isti kəsirəm. Bildiyimiz kimi pizza isti-isti daha dadlı, ləzzətli olur. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olmağı və videoları yaxınlarınızla bölüşməyi unutmayın. Sağ olun, görüşərik.